Deməli, bu videoda qırğın hackathon hazırlığı gedir. Qırğın hackathon hazırlığının izahı. Başlayırıq nəydən? Oradan. İndi inqilab bizləndir. Deməli, inqilab. Bizim burada core-umuz olur. Entire layer'da. Core, data access layer, business layer, API. Core'da bizim databazadakı table'larımız olur. İdeal olaraq siz bura əl vurmamalısınız. Bura mən yazacağam. Burada enamlarımız da olur. O da həmçinin mənli. Burada taskda görürsən ki, məsəl üçün burada speciality var. Ha, burada da var. Görürsən? Aha. Bütün bu şeylər burada gördüyün verilən baza struktur burada olacaq. Core-un içindədir. Daha sonra gəlir data access layer. İdeal olaraq, normal olaraq. Böyük ehtimal burada əl vurmağınıza ehtiyac olmayacaq. Burada içində konfigurasiyalar və s. var. Burada əsas nə lazım olacaq sizə? Bir bu konfigurasiyalar, ki, bunun içinə mən biznes məntiqi yazacağam. Siz əslində çox fikirləşməli olmayacaqsınız bəzi şeyləri. Onu da mən eləyəcəm. Bir də burada repository var. Repository bizim nəyimizdir? Bax, biz məsəl üçün speciality-ni almaq istəyirik bazadan. Get-all yazıb sən ala bilərsən. Bütün speciality-ləri. Başa düşdün necə? Yəni bir select ulduz from specialities yazırsan ha, Aha. SQL-də. Nə verir o? Bütün Bütün databazanı dataları. vermir. Get-all o işə yarayır. Bunun predicate var ha, və ya sorğusudur. Yəni və ya speciality name bu olanı ver mənə deməkdir. Bunu izah eləyə bildim. Aha, başa düşdüm maraton. Bir də onun tətbiqi varsa, harda olar ya? Hamısı da get. Burada da page-ləndir. Keçən ilki şeyə bir dənə girim. Bir otaqdır məsəl üçün. Get oldu. Bax, demişəm ki, otağın statusu boş olanını ver mənə. Görsən bunu, get all. Ən birinci parametr şey olur, predicate, yəni bizim və-yəmiz. Və ya status empty, onu verəcək mənə. Anladım. Bundan sonra pagination zat gəlir, page count. Bu səhifələmə görmüsən də Amazonda zat. Ha, niyə görməmişəm? Onu da biz tətbiq eləməliyik backend tərəfdən. O da belə yazırsan, sadəcə alarsan page count-u belə, defaultu 0 olmalıdır. Atasan get all-un içinə page və count yerinə. Özü həll eləyəcək arxada. Aydındır bu. Bəli. Burada get all-la hamısını ala bilirsən. Bir də burada get one var. Bu da bir dənəsini almaq üçündür. Məsəl üçün ID-yə əsasən. ID-yə əsasən nümunə dəhşət çoxdur. Məsəl üçün burada get by ID yazmışam. Repository-ni çağırırsan, repository-ni da bura qoşursan da. iRepository speciality, yəni ki, generik bilirsən də həm. Ha. Yəni Şeyindən də tipindən deyək. hə. Həmin tipdən repository yaradıram. Salıram bu funksiyanın içinə ki, mənə versin. Field olaraq, property olaraq mən onu alım. Burada da onu almışam. Görürsən? Bu odur. Çağırıram ki, repository bu da speciality-də, yəni speciality table-ından mənə bir dənə ver. Nəyə əsasən? ID-si mənə gələn DTO-dakı ID-yə olan. Yəni DTO user-dən gələn datadır. Bu da S-də bizimkidir. Yəni bizim table-ın ID-si user-dən gələnin ID-sinə bərabər olanı ver mənə. Yəni ki, user 5 nömrəli speciality istəyirsə biz onu tapırıq. Bu aydındır. Ha. Get-One-ın başqa xüsusiyyətləri də var, include kimi. SQL-də join yadıma gəlir, iki table-ı birləşdirirdin. İki table birləşdirməyə.
Burada da elə o məntiqləndir includes. Includes eləyəndə belə eləyirsən. Choose ad yazırsan, bu SQL-dəki query-yə bərabərdir də elə bil. Bunu görmüsən də yəqin. Arrow function deyirlər, nə deyirlər? Arrow E, function. hə, bu JavaScript-də arrow deyirlər. Burada deyəsən expression zad deyirlər, bir də expression. Amma yəni eyni temadır da JavaScript-dəki zad tema ilə. Q parametri ilə çağırırsan, Q.include. Oradan da S çağırırsan, deyirsən ki, S-in içindəki trainerləri include elə. Yəni ki, deyirsən ki, speciality-ni gətirəndə mənə onun içindəki trainerləri də bir yerdə gətir. Bu gedir, speciality table-ını select eləyir. Üstünə join eləyir trainerlər table-ını. Aydındır? Aydın, aydın. Ondan sonra birdən çox include yaza bilirsən belə. Include session. Yəni, bu gedəcək həm e, trainerları gətirəcək, həm də sessiyaları gətirəcək. O da bizim buradakı şeydir. Yazıblar bu session. Yəni qrupda açılır, elə bu qrupaya 10 nəfər girəcək. Bu session o sessiondur elə bu qrupda. Yəni bu Qrup. speciality-yə aid qrupları gətir. Aydın oldu. Aydın, aydın. Repository isə yəni bu var ha, bu elə repositorydir ki, sən öz kodunda da bunu işlədərsən. İstəsən götürərsən, layihə yazanda işlədərsən. Çünki çox ümumi yazmışam deyənə. Əslində hər tərəfli sərf eləyir. Mən özüm də nəsə şey eləyəndə bunu götürürəm. Yəni bunu sıfırdan yazmıram da. Çox ümumidir. Deməli burada e, include-u bildin, predicate-i bildin, nəyəsə əsasən xüsusi bir filtrləmə aparır. Include join eləyir. Pagination heç get one-da yoxdur, o get all-da var. Heç nə page birinci səhifədən 5 dənə element deyirsən, özü verir. Burada da includes var. Daha sonra 2 dənə ayrı şey də var. Order, bir də order by. Order yadıma gəlir də SQL-dən. Şey değil de o order by desk falan yazıp sıralayırdık da, o değil değil. Hə, bax belə. Order by, country, ascending, artma sırasına görə, descending, azalma sırasına görə. Burada da elə o məntiqləndir. Burada bunun tətbiqin inanmıram ola. Onun üçün belə yazıram. Yazılış belədir. Order by yazırsan, bunu bilirsən də, bunu belə yazırsan ki, xüsusi bir şeyini çağırasan, parametrini əlavə eləyəsən də deyəsən. Görmüsən də bunu. Qoşa nöqtənin yazılışı. Key value'dur da, okey. Order by yazırsan, buna sən property verirsən. Specialty property'sin için nəyə əsasən e, order by Düzsün eləsin. də belə deyək. Hə. Bizə çox vaxt ID-yə əsasən lazım olur deyənə. Fikir versən, sizin istifadə edəcəyiniz bütün entitilər base entity-dən miras alır. Onun da hamısının da bir dənə property'si olur ana. O da ID, integer. Sən istəsən bura name-ə görə də yaza bilərsən, amma diqqət elə, şey elə. Böyük hərfə, kiçik hərfə fikir verir bu. Burada böyüdürsə, orada da böyük yaz. Başa düşdün? Hə. Ya da belə istifadə edə bilərsən. E, Bu özü sən rahat olsun yəni. Bunu belə yazanda gedir özü arxa planda böyük string name-ə çevirir. Yəni buna çevirir. Sən belə yazanda bilirsən ki, 100% əminliklə bu düz yazmısan da, xəta verməyəcək. Belə yazsan daha yaxşıdır. Okey. Və bir də bunun order nə idi o? Order ascending through, yəni artma sırasına görə düzül. False versən, descending-ə görə düzəcək, yəni azalma sırasına görə. Bu da aydındır da. Yəni ad əlifba sırasının tərsinə düzüləcək. Aydın Okey. oldu bu? Aydın, aydın. Yəni, bura qədər super. Ümid edirəm repositoriyonu başa düşdün. Get oldu, get one-dır, parametr tələb eləyənlər. V-dir, pagination,
include order by is tracking də bu vacib temadır. Entity Framework keçəndə müəllim sizə baş salacaq. Entity Framework bilirsən də ORM-dir. Burada biz SQL yazmırıq. Amma bizim yazdığımız C# kodları arxa planda SQL-ə çevrilir. Is-tracking deyə bir şey var. O neyinir? Biz SQL-dən, yəni databazadan entity-ni aldıq get1-la. Deyir ki, mən bunu izləyim ya yox. Yəni bunda olan dəyişiklikləri izləyimmi, izləməyimmi? Sən buna false versən daha sürətli işləyər. Çünki proqram işləyən moment özünü izləmir də. Bu aydın məsələdir ki, daha sürətli işləyər. Aydındır bu. Aydın, aydın. Amma bunu hansı halda izləmə verməlisən? Bax burada da nümunəsi var onun. Trainer böyük ehtimal buradaydı. Bax məsəl üçün. Bu memberi update eləyəndə, yəni üzvü mən update edirəm də adını zət dəyişirəm. Mən burada buna true vermişəm. Is tracking-ə. Bu niyə belədir? Çünki mən include edirəm useri. Memberə baxsaq, memberin normal fieldləri var, bir də onun içində app user var. Yəni bizim app user bizim entity framework-ün ana elə bir user management sistemidir də. O bizim yerimizdə password-ü saxlayır databazada. Biz yəni arxa planda bir şey eləmirik. Bu ana bizim userimizdir. Member də bizim prosta tipimizdir ki, userin xüsusi bir halı, vəziyyəti, rolu. Aydındır bu. Aydın. Yəni biz buradan userin mailini dəyişmək istəsək, görürsən ki, memberin email-də fieldı yoxdur. Amma app userin arxa planda email olan bir fieldı var. Bu da identity user'dan alır. Bu da entity framework'ün içindən gəlir. Daha doğrusu identity.entity framework. Bunun da öz içində bir çox fieldı var. Email, username kimi. Bizə lazımdır ki, adam emaili dəyişsə, bunun daxilində olan bu şey var table-da elə bir entity. O dəyişsə, bizim databazamıza yazılsın. Başa düşdün? Okay. Bunu da necə görürsən? Sən əgər include edirsənsə, bu include elədiyin şeyi dəyişəsənsə, buralardakı kimi. Sən deməli bunu true eləməlisən ki, entity framework həmin şey izləsin. Çünki iç-içədir. Yəni dəyişiklik birbaşa memberin özünə deyil də ona aid olan digər entity-lərə tətbiq olunur. Aydın oldu? Aydın. Əgər mən dəyişikliyi memberin özünə eləsəm və mən burada include eləməsəm, yəni user-də dəyişiklik eləmə vecimə olmasa, mən true-ya ehtiyac olmayacaqdı. Əlimlə elə update yazsam bəs idi. Amma mən include elədiyim bir şeyi də dəyişməyi nəzərdə tuturamsa, true eləyirəm ki, entity framework hamısını izləsin. Çünki memberi mən idarə edirəm, amma app user idarə edə bilmirəm də. O biraz problemlidir. İki olduğuna görə. Mən onda entity framework həvalə edirəm ki, buyur sən izlə. Bu da ümid edirəm aydındır. Get1-da da var, get-all-da da var, is tracking false. Create, update, delete elə belədir. Yəni create çağırsan, yaradır, update çağırsan, update eləyir, delete çağırsan, databazadan silir. Və buna da diqqət elə, hər bir şeydən sonra, hər bir şey yoxdur ümumiyyətlə. Küfü gördün elə bir burada. Ən axırda gəl, save change yaz ki. Entity framework sənin bu etdiyin dəyişikliklər var ha, getsin databazaya yazsın. Save change eləməyənə qədər bu RAM-da saxlayır. Yəni proqramın yaddaşında. Save change elədin, ötürür SQL-ə. Yəni ki, databazaya. Bu aydındır. Aydındır, aydın. Sən burada save change eləməsən, update eləsən, elə bilərsən dəyişib, amma yox. SQL-də təzədən alınır, görərsən ki, köhnə olduğu kimi qalıb. Onun üçün save change vacibdir. Delete elədin, update elədin, create elədin,
onlarda vacibdir. Amma get one, get all-da vacib deyil. Çünki SQL-də bir şey yazmırıq. SQL-də bir şey yazdıq, save change eləməliyik. Deməli, məncə repository bitdi. Repositorinin ümumi tutduğunda teması nədir? Hə, tutdum tutmağına şeydir. Belə deyim də, bəs bu sən deyirsən ya 3 hissəyə bölünəcək. Mən bu hissəmə repository düşəcək, yoxsa yox, sən deyirsən yəni 50% 3 nəfər Hə, arası. hə, repository hər bir şeydə lazımdır burada. Hə, okey. Çünki repository bizim SQL-lə aramızdakı sərhəddir. Entity framework-la aramızdakı sərhəddir. Əgər siz bunu özünüz yazmalı olsanız, 2 qat, 3 qat daha çox kod yazacaqdınız. Amma bunun sayəsində bir sətrə enir kod. Görürsən? Amma bunun arxa plan daha geniş olur da. Onun Ə, üçün repository bizə sərf eləyir. Anladım. Belə deyim də, indi biz repository mən sənin dediklərindən başa düşdüm nisbətən. Yəni təxmini temanı bildim də, yəni true nədir, false nədir, asenkronda get nədir. Buranı sən hazır yazıb edərsən, yoxsa buranı biz dolduracağıq, belə deyim. Onları siz doldurursunuz. Bu servislər var ha. Hə. Fayllarını belə siz yaradacaqsınız. Çünki Hə. mən servis bilmirəm də, normaldır. Siz ağlınıza nə gəlirsə, siz texniki tapşırığı oxuyanda oxuyarsınız. İlkinə mən deyəcəm, bölüşdürə səviyyəyə uyğun da. Ona demişəm ki, ən çətinləri özünüz seç, belə mən biznes loqicə gəlir olan. Servisi siz yazasınız. Servis hissəsi. Bir dənə şey abstractionlara baxaq. Bir implementə baxaq da, abstraction olsa heç boş deyərik. Bir də implement belədir. Əslində abstraction ən vacibidir. Sən bu repositorinin başa düşdün? Hə, bunu bildim. Aha. Bu alt servis var ya yuxarıda. Aha. Buranı deyirdim. Hə, buranın implementlərinə baxa bilərəm. Buranı biz yazacağıq, yoxsa sən? Yox, bunu mən yazmışam. Bunu user servisi mən yazacağam. Hə, onda bizim yazacağımız implementlər aç. O yoxdur hələ. Hə, okey. Sizdə mən məsəl üçün trainer servis zad yazmışam. Specialist servisi ola bilsin siz Sən şey elə, yazasınız. trainer servisi aç zəhmət olmasa. Şeydir. Mən bir də bu Google-dan baxım görüm trainer servisdə nə deyir. Bu arada bu tam deyil ha. Bu hələ yarımçıq servisdir. Onsuz sənə demişdim də. Hər biriniz 500 sətirlik kod yazmalısınız ki, ümumiyyətlə servis, DTO daxildə elə yazsaz bitəcək layihə. Bu dəqiqə 164-dür. Mən elə bil ki, belə deyim, davam edim. Əsas yazacağım hissəni bilsəm, sən deyirsən 3 nəfər arasında bölünəcək. Şeydir. Yəni ona konkret məşq eləyərəm də, başa düşdün? Yoxsa orada gedim sən buranı yaz, sən buranı yaz. O bizim üçün düz deyil də mənim fikrimcə. Bax, bu bu çətin olandan başqa elə bir. Ən çətin hansı olacaqsa da indi Allah kərim. Məsəl üçün burada sessiya biraz belə problemlidir. Ya bir dənə fikirləşim. Yaxşı. Yox, rezervasiya problemlidir. Eee Sizdə sessiyada da yüngüllük problemliyi var. Bu dəfə biraz çətin qoyublar açığı tapşırığı. Bu dəfə daha elə bir qəlizdir. Amma tutaq ki, sən speciality-ni yazasan da, Hə. bax speciality-lə session arasında o qədər fərq yoxdur. Metodlarında zət. Yəni Speciality-nin koduna baxa bilərəm burada. kod Amma sətri, buranı sən yazmısan axı amma. hə, Bu bura mən yazmışam. Bu çünki ayrı yerdə yazmaq lazım idi user service üçün. bəs buranın qalanı necə dolduracağıq səndə? Heç nə də siz böyük ehtimal speciality zad yazmayasınız. Çünki mənim user servisimdə lazımdır o yüngül var. Hə. Sizə nə qalır? Schedule, session, bir də reservation. Məsələn, schedule, trainer schedule şeydə, trainer schedule zaman Cədvəlidir elə bil. cədvələ, zaman çizişi kimi şeydir. Onun koduna baxa bilərəm. Onu yəqin ki yazmamısan, yoxsa yox? Yazmışam, amma o orada siz yazasınız. Hə, Mən onu bildim. yazmayacağam. Ümumiyyətlə bildim. Prosta dedim burada yazmısan. Bax əvvəl
kodun interfeysinə bax. İlki içində hansı funksiyalar olur? Get schedule var. Trenerin ID-sinə əsasən iş cədvəlini almaq. Create var. Create bulk birdən çox entity-ni göndərirsən, trenerə əlavə eləyir. Yəni birinci, üçüncü, beşinci günlər birdən göndərirsən də. Biri var birinci günün işini bir göndərəsən, üçüncü günü bir, 1, 3, 5-i birdən göndərirsən. Daha düşün, bulk o deməkdir. Onun üçün I collection'dır. Yəni bu massivdir Bir dənə gözlə. Deməli getdi, create'di, update'di. və Okay. delete. Ha, bir də delete. Create bir dənəlik create'dir, update bir dənədir, görürsən. Delete də şey işlə də bir dənə ID alır, şeyin ID-si. Cədvəlin ID-si də, günün ID-si. Gedib onu siləcək. Amma məsələn, mənə trainer servis düşsə, mən bir dənə abstraction-da onun interfeysin yazacağam, o heç onu başa düşdü. Bir dənə Hə, implement-də içini dolduracağam. Bir də nə edəcəm? bax, əvvəl tema belə olmalıdır. DTO yaratmalısan. Aha. Burada məsəl üçün trainer DTO. Yəni DTO bax budur ki, bizim entitlərimiz belədir də, bax, trainer birbaşa bunların hamısı. Biz userə bunların hamısını göstərmək istəmirik. Yəni userə mən məsəl üçün trainerin ata adını göstərmək istəmirəm. Bunu necə edə bilərəm? Bunun üçün mən ara bir qatman qoymalıyam ki, onu süzsün, filtrləsin. O da bizim DTO-muz gedir. Yəni ki, data transfer object. Baxaq. Bax, trainer DTO-ya mən əslində bir çox şey qoymuşam və bəzi şeyləri dəyişmişəm. Və buna gedir məsəl üçün adamın e-maili, şəkli, ata adı zad. Mənə lazımdır ki, bu şəkildə getsin. Yəni JSON-da görünəndə ID-si budur, adı budur, last name-i budur. Ay mən istəmirəm ki, front-end-də data gedəndə user ID şəkildə getsin və ya app user-in içində JSON içində JSON olsun. Mən istəyirəm ki, birbaşa açıq şəkildə getsin. Onun üçün belə yazıram ki, DTO sən necə front-end datanı göstərmək istəyirsənsə elə olmalıdır. Düzgəcdən keçirdirsən. Okay. Və DTO unutma, rekord olmalıdır. Class yox. Bəs burada məsələn mən traineri yazıramsa, yazacağım DTO-lar səncə hansıdır? Trainer servisi yazsan, schedule yazasan, adı qarışdırmasın. Trainer servisin işi trainerin cədvəlini idarə eləməkdir. Başa düşdün? Hə. Və bura yazmışam. ID yazmışam. Weekday, start time, end time. Adama bu gedəcək. Adama trainer ID getmir. Çünki mən nəzərdə tuturam ki, adam onsuz trainerin ana səhifəsindədir də, profilindədir. Onsuz Hə, orada daxil ID-si var, olub ehtiyac belədir. yoxdur. ID-si var, hə. Hə, orada göstərmək lazım ki, günün ID-si, o da front-enddə şey lazımdır ki, silmək düyməsinə basanda silinə bilsin də. ID-sinə əsasən biz bilirik ki, hansı elementi silmək istəyirik. Həftənin günü, başlanğıc saatı, bitiş saatı. DTO təkcə datanı göndərəndə yox, həm də qəbul eləyəndə bizə lazımdır. Çünki qəbul eləyəndə də biz süzgəcdən keçirməliyik. Misal üçün, mən burada bu userdən datanı qəbul etdiyim hissədir. Userdən datanı qəbul eləyəndə görürsən ki, mən userdən ID almıram. Trainer ID də almıram. Ana entity-min ID-sini də almıram. Başa düşdün? Hə. 3 dənə şey alıram. Gün, başlanğıc saat, bitiş saat. Çünki mən user mənə ID göndərsə, mənim databazama o ID getsə, aləm dəyər də bir-birinə. Mən ID-ni özümə uyğun saxlayıram. User ona müdaxilə eləməməlidir. Onun üçün araya həm datanı göndərəndə, həm də datanı alanda DTO qoyuram ki, süzülsün gələn data ya gedən data. Ondan sonra mən onun üstündə işimi görüm. Və burada da validator var. Bu validator elə baxır ki, bu Fluent validation gedir sizə keçici ilə. Sən məsəl üçün front-enddən data gəlir ha, gün. Sən Hə. lazımdır ki, o gün düzdür ya yox. Burada yoxlayır. Is enamdırsa, yəni ki, həftənin günü 0-dan 6-ya qədərdir də burada.
Yəni Enamları sən 7-ci yazasan, yoxdur. elə deyil. Hə, hə. Bu amma sistemin özündən gəlir. Bazar günündən o yana gün yoxdur da. User Hı. birdən 8 yazsa xəta verəcək. Çünki validator burada yoxlayıb. Başa düşdün? Aydın oldu. Aydın da əmin aydın. Sən burada başlanğıc time-la bitiş vaxtını da yoxlayıram ki, onlar notunal yazmışam. Yəni ki, boş gələ bilməz. User mütləq ora nə yazmalıdır? Başlanğıc vaxtı yazmalıdır, bir də bitiş vaxtı. Ondan sonra yazmışam ki, bitiş vaxt başlanğıc vaxtdan geri ola bilməz. Yəni adam birinci gün 10-da gəlməlidirsə, iş vaxtı 9-da bitə bilməz də, səhər 9-da. Axşama yazmalıdır da bunu. Səhər 10-dan axşam 9-a yazmalıdır. User yazsa ki, səhər 10-da gəlib, səhər 8-də işdən çıx, səhvdir də bu. Aydındır bu. Aydın da aydın. Burada onu yoxlamışam. Siz bu DTO-larda, bu DTO-ların içində validatorları da yazmalısınız. Əgər userdən data alasınızsa, onda yazın. Ancaq user data göstərəsənsə, validatora ehtiyac yoxdur, çünki data səndən gedir, sənə gəlmir. İndi dedi ki, bu DTO-ları yazdın. Ondan sonra profiles yazmalısan sən. Bax, girirsən bura. Profiles nə üçündür? Sənin bu dedim ha, DTO-dan entity-yə, entity-dən DTO-ya çevirmək. Bax, yazırsan bura, bu ilk hissə nəydən nəyə çevrilsindir. Yəni deyirəm ki, DTO-dan bizim databazadakı entity-mizə çevrilsin. Bunu başa düşürsən? Amin. Bir dənə burasını başa düşə bilmədim. Bax, bunu belə çağırıram. Trainer servis yazaq. Automapper deyə bir texnologiya var. Biz əlimizlə DTO-dakı o gördün də, entity ilə DTO-nun şeyləri fərqlənir, fieldları. Biz əlimizlə onu bir bərabərləşdirməyə deyənə Automapper deyə bir texnologiyadan istifadə edirik ki, onun içinə atırıq, o bizə verir, dəyişdirib verir lazımi fieldları. Bu aydındır. Hə, o avtomat başa düşdüm. İndi məsəl üçün speciality-ni yaradanda mən create eləyəndə görsən mən DTO qəbul edirəm. User-dən DTO gəlir. Mapper.map nəyə çevrilsin yazıram. Deyirəm ki, speciality-yə çevrilsin. Onun içində mən DTO-mu atıram. Mənə geriyə döndürdüyü şey speciality olur. Yəni ki, DTO-nu çevirir speciality və mənə verir. Mən də ondan sonra bunu gedirəm create eləyirəm, save change eləyirəm, bu qədər. Ondan sonra təzədən DTO-ya çevirirəm ki, userə ekranda görünə bilsin. Bu aydındır. Aydındır, aydın. Yəni mapper bir şey bir şeydən çevirmək üçündür. Amma bu random olmur da. Sən gəlib profiles hissəsində deməlisən ki, nəydən çevrilsin. Yəni hər şey çevrilə bilməz də. Arada bir qanun olmalı ki, nəyə çevrilsin. Onun üçün burada yazırsan create map. Deyirsən ki, başlanğıc yeri nədəndir? Bu da nəyə çevrilsin? Deyirsən ki, create DTO-nu sən trainer schedule-a çevirə bil. İcazə verirəm buna. Burada da deyirəm ki, trainer schedule-u sən DTO-ya çevirə bil. Trainer schedule DTO-ya. Ha belə başqa bir nümunə üçün belə specialist də var. Ha burada deyirəm ki, sən create DTO-nu speciality-yə çevir. Bu aydındır bu hissə. Burasını başa düşürəm, narahat olma. Reverse map qoyanda bu həm də tərsinəsini tətbiq eləyir. Yəni ki, speciality həm də DTO-ya çevrilə bilər. İkisi bir-birinə çevrilə bilər. Qarşılıqlı. Sən bunu Okay. yazmalısan ki, servisin içində adı nə idi? Mapper çağıranda işləyə bilsin. Sizin yazacağınız hissələr elə bunlardır. DTO, profiles, bir də servis. Bu hissəyə qədər hər şey aydındır. Mapper'dır, DTO-dur,
Belə validatordur. sözdə başa düşürəm, Amin söz yox. İndi o mən kodda tətbiq eləyib dəqiq bir şey Hə. deyə bilərəm. Əsas odur belə məğzin tut. Kodda 1-2 dəfə yazsan, onsuz 3 dənə servisdir. Üçünü də yazsan lap yaxşı. Beynin öyrəşər də. GPT-yə prompt verməyə rahatlaşar. Onsuz siz servis yazmısınız deyənə, servis yazmağın sənə çətin məsələ deyil, yaza bilərsən. Prosta Biz ara bu boyda qatmanları servis bil. yox, fəqət servis yazmaq da deyil. Bu boyda şeylər yazmamışıq da, yəni şey odur. Hə, bilirəm. Amma Bir məntiq eynidir. gözlə mən sənə servisimi göstərim. Bir dənə videonu saxlaya bilərsən? Tekst olusu davam eləyim. Bildiyim kimi gələcək tonlarda da bu işə yarayar. Başlamışam bir dəfəlik çəkim. Deməli, DTO-lar yaranır, profilslər yaranır. Profilsi çox dərinə izah eləmirəm. Çünki buradakı məqsəd həm biraz yüngülvarı entire izah eləməkdir. Həm də sonda tema necə olur? Yəni kodu necə yazmaq lazımdır? Bu videonu belə izah elədim, publik eləməyəcəm də daha. Təəssüf ki, onu izah eləməkdir. Sadə profillarda elə də problem olmur. Yəni bundan buna çevir də, create videodan image-imizi çevir. Amma qəliz profillər olur ki, Allah kimi göstərməsin. Bu qəlizdir. Məsəl üçün, burdan bir şey deyim. Bizim layihədə lazımdır ki, bizim fin kodumuz nə olsun? Hamısı uppercase olsun da, user kiçik böyük yazsa belə uppercase olsun. Biz onu for member-lə deyirik ki, DTO-dan memberə çevirəndə sən destination-ı, yəni bizim memberimizin fin kodunu al. Əlimlə eləmə, mən eləyəcəm. Deyirəm ki, bizim mənbəmizin, yəni ki, DTO-muzun içindəki fin kodu upper elə. Upper elədiyin bu şeyi buna bərabər elə, bu fin koda. Bunu aftermap izah eləmirəm. For member bilsəz, orta səviyyə şeylər üçün bəsdir. Aftermap biraz daha qəliz şeylər üçündür. Çox istifadə edəcəyini fikirləşmirəm. Yəni ki, bu for member destination-dan source arasında arada qalır, aradadır da. Onu manipulyasiya edir ki, bizim istəyimizə uyğun olsun. Burada sadəcə bizə lazım to upper. Profiles bu qədər. DTO-dan abstrakt validator və s. yəni çox da elə bir şey deyil. Not empty, maximum length, greater than. Burada izah eləməli o qədər də bir şey yoxdur. Yəni layihəni yazsaz onsuz əlinizdədir də, görəsiz. Ümumi izah edirəm. Metatonda necə olmalıdır əslində? Out'dan useri bir nəfər yazmalıdır, qalanları servisləri yazmalıdır. Artda bizim bildiyimiz register login, reset password, nə bilim set password, refresh token, get sessions kill. Bunlar vacib temalardır, amma bu videoluq deyil. User'də də user'in, yəni bizim hansı userlərimiz var? Memberdir, trainerdir, operatordur. Onları idarə eləmək üçün bizim servisimizdir. Bu user servis sadəcə member, yəni userləri idarə eləmək üçündür. User yaratmaq, silmək, dəyişmək üçün. Məsəl üçün rezervasiyanı bura yazmaq düzgün deyil. Çünki userin özünə aid deyil də, öz datasına. Rezervasiya rezervasiyadır. User userdir. Out userin sırf özünə görədir. Yəni ki, burada register login userin özünə görədir. User servis adminin digər userlər üstündəki idarəsi üçündür. Yəni, bu adminin erişdiyi və uzaqbaşı operatorun erişdiyi funksionallıqlardır. Bunda fərqini qoymaq istəyirəm. Ara yerdə elə mən şeyi izah elədim, repository organizasiya necə istifadə edirlər. Utilitieslər olmalıdır. Email servis fayl menecər JVT. E-mail bizdən kimə göndəriləcəyini alır, bir də template alır. O da burada olur da. Hansı HTML-i içinə gömsün bizim kodumuzu. Normal tekst şəklində göndərəndə yaxşı olmur. HTML-ə verir ki, dizayn şəklində getsin.
Bunun içinə subject yazırsınız, emailin başına topik olan. Da modeli yazırsınız ki, MVC bilirsinizsə bu eyni temalıdır da. Buradakı variable'ların içinə qoyursunuz. Məsələn, hid'e full name, hid'e full name. Burada adamın adı yazılsın. Dinamik şəkildə dəyişilə bilsin deyənə biz datanı belə alırıq çöldən. Dictionary olaraq. String object, string object. JWT servisimiz heç o out userə aiddir. Adadan adi servislərdə istifadə olmağına ehtiyac yoxdur. Bir də file managerimiz var. Fəaliyyətdə saxlamaq üçün bizdən fayl istəyir. Fayl istəyən bu extension metoddur. Yəni form fayl tipindən bir şeyin qabağına yazırsınız, erişə bilirsiniz. Bir dənə parametrisi də olur. Yəni hansı qovluğun içinə yazılsın. Da www içindəki qovluğun içinə yaradacaq. Trainers məsəl üçün. Onun içinə faylı save edəcək. Text size check type olaraq iki ayrı şey var burada. Size buradan gəlir enamdan. Yəni bizim kodumuzdan kilobayt, megabayt, gigabayt. Yəni 5 yazırsınız bura. Gigabayt. Yəni ki 5 gigabayt 5 gigabaytdan çoxdursa, azsa ona uyğun dəyərdir. Azsa true, çoxdursa false. Required type-da JPG, PNG və s. yazırsınız. Onu yoxlayır ki, gələn fayl icazə verilən də olan faylların aid deyil. Yəni fayl JPG gəlir, mən ora yazmamışam. Qəbul edilməyəcək. Çünki mən JPG istəmirəm. Orada bildirirsiniz ki, əgər check type eləmək üçün massiv atırsınız, stringlərdən ibarət. O stringlər JPG, PNG və s. olur. Fayl sonluğu. Ona əsasən kod qərar verir ki, gələn fayl istənilən tipdədir və ya deyilmi. Servislər bu qədər. Mən burada nə demək istəyərdim? Baxın, ideal olan bir şey budur ki, az konflikt yaranmaq üçün və s. ETO, profiles servisi ayrı-ayrı adamlar yazsınlar, amma qalan bütün struktur nə varsa bir adam yazsın. Çünki onsuz struktur ümumiyyətlə dəyişmir. Əlavə də ki, Ent'in bir nəfər yazdı, migration idi. Bunun bir nəfər yazdı, migration idi. Aləm bir-birinə dəydi. Migration bir yerdə qalmalıdır da. Və ümumiyyətlə başqa kodlardır da. Onsuz bir nəfər yazmağı da düzgündür. Onsuz bu faktiki ya entire da qardaş bunun dəyişəsi yeri bir dənə business layer'dır. Onun üçün bir nəfər bəsdir yazmağına. Seed data və s. var. Bunu izah eləmirəm. Dinamik şəkildə olur bu. Runtime zamanı. Yəni çünki seed data yenə də o bir nəfərin üstünə düşür. Və o bir nəfər də mənim işimə adam olduğuna görə ya mən oluram, ya başqa biri, yəni komandada öz üstünə götürməli əsas işi. Onlara onsuz izah ehtiyac yoxdur. Onlar yaza bilərlər. Mən digər komanda yoldaşlarına izah etməyi üstün tuturam ki, məsələn, repositor işlədəcəklər, repositorunu bilməlidirlər, repositorunu izah edirəm. Configuration service deyil. Həmin o bir adamlıqdır. Bunu izah eləmək yaddan çıxdı. Ümid edirəm bu videoya baxar İnqilab. Servisləri yazanda nəyə diqqət eləmək lazımdır? Onu deyim. Məsəl üçün, user service yazıram. Mən hardan bilim ki, məsəl üçün, bu faktiki elə belə CRUD layihəsi deyil də, geniş bir layihədir. Mən haradan bilim ki, mən traineri siləndə başqa bir şeydə silməyim. Onun üçün bunun üçün də taktika tapmışam. Bilirsiniz, sildiyiniz yerdə girirsiniz modelin içinə, entity-nin içinə. Burada harda iCollection gördünüz ha? Yəni bu böyük bir şey deyil, prosta one-to-many əlaqədir. Bu trainerin sessionla one-to-many əlaqəsi var. Bu demək ki, train silinsə nə olur? Session tərəf havada qalır da. Onun üçün nə etmək lazımdır? Harda iCollection gördüyünüz modelin içində onları silən yerdə nəzərə almalısınız. Bunu da özünüz almağınıza ehtiyac yoxdur. Bunu necə almalısınız? Girirsiniz data access layer-ə. Buradan configuration'a. Hansıdır? Trainer. Trainer'ın içində nə var? Session'dan bu user session deyil də, yəni layihədəki session'dır. JVT ilə qarışdırmayaq. Bir də schedule. Giririk trainer'ın configuration. Nə yazıb adam? Session'lar restrict. Yəni ki, adam trainer silinsə, session'lar silinməyi olmaz. Onun üçün nə yazmalıyıq? Mən burada hard delete eləyəndə
Session'ları yoxlamam ki, session count çoxdursa sıfırdan silməyə icazə verməyim. Bunu yoxlamalıyam. Restrict bir əlaqə varsa arada, siz deməli o restrict əlaqəyə hörmət eləməlisiniz və silməyinə icazə verilməməlisiniz. Daha sonra gəlir Shkiddlesa. Shkiddlesa nədir? Cascade. Cascade də odur ki, trainer silinsə, sessiyalar da silinsin. Bu da o deməkdir ki, mənim trainer.schedule yazmağıma ehtiyac yoxdur. Çünki adam onsuz buna icazə verir. Onun üçün burada görürsünüz bir dənə session yazmışam. Schedule yazmamışam. Çünki əlaqə qopuqdur da. Yəni ki, o qədər sağlam olmağına ehtiyac yoxdur. Trainer silinsə, onun iş cədvəli də silinsin. Bu qədər sadədir. Həqiqətən bu qədər sadədir. Yəni delete eləyəndə nəzərə almalısınız ki, modelimizin quantum ilə əlaqəsi varmı? Yəni I collection gördünüz. Və bunları da silib silməməyinizi özünüz qərar verə də bilərsiniz. Amma ən yaxşı budur ki, configuration'a başlayırsınız həmin modelin configuration'a baxmağa. Həm ona baxın. Ola bilər ki, adam burada yazmayıb da, gedib session'ın configuration'da yazıb əlaqəni. Bu da ola bilərdi, tərsinə də ola bilər, amma fərqi yoxdur. Hər ikisinə də yaxşı-yaxşı baxın. Cascade isə yoxlamağa ehtiyac yoxdur. Restrict isə yoxlamağa ehtiyac var ki, varsa silinməsin. SQL partlamağı lap pis bir şeydir. Yəni onsuz silinməyəcək, amma SQL niyə partlasın qardaş? Ehtiyac yoxdur. Elə SQL-ə getmədən əvvəl siz bu kodu işləyən moment tutmalısınız ki, bu silinməməlidir. Burada məsəl üçün xırda bir detal, fayl boşdursa, boş deyilsə, trainer silinirsə, onun profil şəkli də silinsin. Niyə qalsın? Bu budur. İndi mən configuration'dan o delete temasını izah elədim. Bunun sayəsində siz daha rahat görürsünüz ki, nəyi siləndə nəyi silmək lazımdır və ya silməmək lazımdır. Bir də nə var? Qardaş, yazdı servisi, bir zəhmət gəlin burada add scope da eləyin. Yəni yazdığınız trainer servisi yazırsınız add scope iTrainer trainer. Bu lazımdır ki, daha sonra siz gəlib controller'da dependency injection vasitəsilə onu əldə edə bilərsiniz. Yəni servisi call edə bilərsiniz, çağıra bilərsiniz. Business layer bu qədər. Yəni həqiqətən deyirəm, bu çox primitiv bir şeydir. Bu yazılası bir şeydir. Yəni burada bir dənə çətinliyi servissiz olur, business logic biraz çətin olduğuna görə, amma belə rahatdır yazılan şeylər. Deməli, API qatmanında baxın, Texas Core-da bizim modullarımız oldu. Dataxs'lar da bizim SQL sorğularımız var. Business-lər bizim ana məntiqimiz, yəni yaş 18-dən balacadırsa sayta girməsin məsəl üçün də və ya nə bilim başqa ölkədən qoşulursa sayta. O düzdür, middleware API qatmaq o prosta da indi misal olaraq. Yəni ki, business-lər də bizim ana iş məntiqlərimiz olub. Alış-veriş saytında deyək Amazonda payment yeri burada ana məntiqi burada olur. Burada prosta endpoint qoyurlar ki, endpoint budur. Amma biz ana məntiqimizi, kodumuzu bura yazırıq servisə. Onun üçün biznesliyə gedir. Çünki biznes məntiqi burdadır. API qatmanında bizim yazdığımız kodun çölə açılımıdır. Yəni ki, dünyaya buradan açılırıq. Endpointləri burada təyin edirik. Bu sırf API olmalı deyil, MVC də ola bilər. Yəni ki, bura prezentasiya qatmalıdır. Siz buradan kodu çölə çıxardırsınız. Sorğular bura gəlir. İndi Hackathon üçün danışıram. Hackathonda yazılası yer burada. Buradan controller'sı qardaş. Nə burada properties'ə girməyə ehtiyac var, nə www root-a, nə middleware, templates ola bilər. Əgər baxın, şu email servisində bayaq göstərdiyim custom bir şablon göndərmək istəyirsinizsə user-ə. Gəlirsiniz buradan template yaradırsınız. CSS HTML formatında. Daha sonra business layer də onun adını yazırsınız. Nümunəsini də göstərirəm. Abstraction yox, implementation burada yazmışam. 100 yaradanda admin gedəcək, mail atacaq. Burada indi göndərirəm hansı mail kimə. Template'in adını yazır, member set password. Belə bir şey var. Var. Baxın budur. Bu template'i adama göndərəcək. Welcome, complete. Burada dictionary göndərirəm. URL full name. Baxın. Model full name URL. Bu odur.
buradakı data gəlib orada oturacaq. Bunun da qabağına evet yazmamışam. Niyə? Baxın, bu da özü də ayrı bir mövzudur. Qısa konkret izah edeyim. Adam yarananda admin nəyinə lazım mail gedib getməyib. Yəni bura evet yazsam ha, kod burada gəlib gözləyəcək. Yəni bunu gözləyəcək ki, mail getsin və ondan bizə bir task dönsün də. Void olsa belə bizə void dönsün. İndi mən sual verirəm. Bizə lazımdır bəyin mailin gedib getməməyi. Bizə əsas odur mail getsin, necə gedir getsin. Getməsə də olar, fərq eləmir. Əsas odur o işləsin də. Getməsə mən neyniyim? Getmədi də qardaş neyim mən? Eee, Getsin və mənim kodum onu gözləməsin. Bu nəyi artırır? Eee, Kod gəlir, await eləyir, burada gözləyir. Bundan cavab gələndən sonra uje başlayır davam eləməyə. Gəlir, await eləyir, burada gözlədi. Cavab gəldi, davam eləyir. Await, gözlədi, davam eləyir. Evet, gözlədi burada, gözləyir bu string dönsün, döndü, gəldi bura. Evet yoxdur, dönməyini gözləmir. İstədir bunu, çağırır, gedib işləyir. Sıraz bura gəlir, mapə. Bundan öncə cavab gözləmir. Bunun evet olmadığına görə cavab gözləmir. Yəni ki, halis mulis bir şəkildə bu asinxron olaraq işləyir. Onun üçün də bizim metodumuz daha sürətli işləyir. Hə, düzdür. Bir şeydən fəda verdik ki, mailin gedib getmədiyini bilmirik, evet eləmədiyimizə görə. Amma bir şeydən də qazandıq ki, bizim nəyimizə lazım mail gedib getməyib. Əsas odur işlədək onu, yəni getsin deyə Google özü bilər, göndərir, göndərmir. Google maraqlı deyil. Onun üçün evet eləmirik. Burada kod gözləmədiyinə görə daha sürətli işləyir. Çünki yəni də axış daha sürətli. Burada gözləmir. Bu mail servisinin də istifadəsini göstərdim. Proqram CS-ə də girməyə ehtiyac yoxdur. Bunu həmin dediyim bir nəfər yazmalıdır. Biz onda normal memberlər neyinir? Controllers'dan endpoint yaradır. Məsəl üçün, speciality controller'dan gəlirsiniz, yəni çox da bir şey ehtiyac yox. Authorized-dır. Yəni ki, login eləməmiş adam bura girə bilməsin, bu endpoint sorğata bilməsin. Ay da bu hanı? Bax, bu endpointlər A kimi. Məsəl üçün, speciality ID get, budur. Görürsüz? Super. Get. Controller'dan gəlir, yəni bu hissədən. .NET özüdür. Specialty ID də budur. Yəni deyirəm ki, buradan gələcək bu URL-dən də, yəni HTTP-nin ay ora necə deyir? Özüm də bilmirəm, yadımdan çıxıb həqiqətən. Yəni bu URL hissəsidir, body hissəsi deyil. Header hissəsindədir böyük ehtimal. Yəni oradan tutsun ID-ni. Buna yazıram ki, bu ID ID-dir. Göndərirəm mənim hara servisimin işinə və bunu evet edirəm ki, adama bunun cavabı lazımdır. Authorize yazdığınız yerdə əgər login eləməyibsə adam 401 atacaq. Yoxlayaq. Ha, işləyir. İndi bir dənə bunu məsəl üçün ID-si 1 olan bir şey var idi. 401. Yəni unauthorized. Mən gedib refresh tokenlə şeyi yeniləsəm, mənim loginim yenilənir. İndi alsam, baxın, getdi verdi. Authorized rollara görə də olur. Məsəl üçün, authorized roles admin. Yəni bu endpoint ancaq admin, yəni getə hamı görə bilər, bütün login eləmiş adamı. Amma təzə speciality ancaq admin ala bilə bilər. Əgər birdən çox rol istəyirsə, prosta bura operator yazsaz vergüllə. Və böyük kiçik fərqi də deyəsən var. Tam bilmirəm, onu yoxlamamışam. Yəni yoxlayaq. Baxın, vergüllə yazsaz, həm admin, həm operator bura icazəlidir. Authorized yazsaq bütün login edilmiş adamlar icazəlidir. Rol yazsaq sadəcə rollar. İndi bura nə yazmışdıq? Bir dənə yoxlayın. Yata bilmərəm egisi. Amma məncə işləməməlidir. Nə oldu? Hə. Haraydı o? Wait. Baxaq. Və bu Horizon. Bəli. Yəni böyük kiçik hərf duyarlıdır. Böyük hərflə yazın. Admin. A böyük.
Yani bunu da nəyiniz eləyim? Getdi, postdur. Getib biz data çəkəndə alırıq. Post təzə data yaradanda put. Datanı edit eləyəndə delete, datanı siləndə patch, datada xüsusi bir şey dəyişəndə, yəni ancaq bir dənə şey dəyişirik. Məsəl üçün bu soft delete'dir. Biz orada is deleted true false eləyəcəyik. Elə bir şey xırda bir şey dəyişir patchdir, yəni yama deməkdir də patch. Put o deməkdir ki, bir çox şeyi dəyişirik. Məsəl üçün memberin update putdur. Baxın görün adamın hər şeyini dəyişə bilirik. Bu onun üçün putdur, patch deyil. Çünki bir çox şey dəyişirik. Adamın bildiyin profilini dəyişirik. Post təzə bir şey yaradanda göndəririk. Get də ki, e, backenddən data çəkəndə get eləyirik. Patch'in, putun, postun fərqini bilməmiz vacibdir. Məsəl üçün, patch delete soft delete'dir. Yəni true false eləyir. Bu qırmızı delete, hard delete, yəni databazdan birbaşa silir də, o şey yoxdur. Artırıcı bunu izah elədim. Burada məsəl üçün özünüz endpoint yaza bilirsiniz. Mütləq o şey eləməli deyil. Burada trainer özü qoyur, schedule-u mən qoymuşam. Bu da ki, deyirəm ki, endpoint URL-in bu hissəsindən gələcək sənə aiddir. Çox da fərqli bir şey deyil. Baxın, sonda yazılası şeylər bunlardır. Yəni ki, DTO profile servis, configuration servisə bir dənə add scope-u qoydunuz. Sonra da gəlib onu controllerdə endpoint-la açırsınız dünyaya. Bu da olur hackathon. Bu ilə da nə edirsiniz? Hackathonu bitirirsiniz. Entity'ləri başa saldım. Core bizim entity hissəmizdir. DL bizim data access layer data baza ilə bizim ana proqramımız arasındakı hissədir. Business layer bizim ana məntiqimizin olduğu yerdir və API presentation layer. Yəni bu da MVC də ola bilər, başqa bir şey də dünyaya açılan qapımızdır. İndi bunun bir dənə belə bura gələrək. Bir saatdan az super. Uğurlar həqiqətən. Bu qədər əziyyət, bu qədər şey, deyəcək bir şeyim yox. Hər şeydə belə üstündən yüngülvari də olsa izah elədim. Əsas buradakı məqsəd odur ki, yol göstərim ki, nə necə olsun. Sonrasını gedin özünüz araşdırın ki, automakrın dərinlikləri nədir, fluent validation dərin hissələri nədir və s. Mən prosta layihənin strukturunu göstərirəm. Yüngülvari izah edirəm ki, nə necə olmalıdır, nələrə diqqət eləyin, qısa taktikalar və s. Yəni bundan başqa mənim edə biləcəyim bir şey yoxdur. Durub sətir-bəsətir kod izah eləməyəcəm ki, yəni bu kod akademiyaya girmisiniz və ya başqa bir kursa, hackathona qatılırsınızsa ümumiyyətlə, yəni bu yerə qədər gəlib çıxmısınız, onsuz zaten bunları biləcək təməliniz olmalıdır. Proqramlaşma təməliniz olmalıdır. Yəni durub kod sətir-bəsətir kod izah eləməyimin bir mənası yoxdur. Hamıya uğurlar. Like atın, like. Like. Hamıya uğurlar. İnşallah biz qazanarıq, yəni. Onu təvazökarlıq eləyə bilməyəcəm ki, hamıya uğurlar. Ya bizə uğurlar, qalanı heç kimə də deyil. Bizim komanda qazanar. Qalan komandaların vecimə deyil. Zarafat bir yana, ədalətli bir yarış olar. Ya, kim nə əziyyət çəkibsə onun qarşısını alar, ümid edirəm. Zaten bu private olacağına görə maksimum 10 nəfər görəcək. Bu qədər danışmağın da şeyi yoxdur. Prosta da indi guya nə vaxtsa bunu publik eləsəm, yararlanan olsa, baxıb can sağlığı belə dua eləyərsə, amin deyib qoyub biz yararlandıq. Elə bir şey olsa onsuz bu repoları publik eləyəcəm, oradan hər şeyi görüb götürə bilərsiniz. Uğurlar görüşənədək.